Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Ədliyyə Nazirliyinin qarşısındayıq. Bir ailədir etiraz olaraq, haqlarını tələb edərək Ədliyyə Nazirliyinin qarşısına gəliblər. Bu özləri üçün. Buyurun, özünü təqdim edin. Salmanov Vilqar. Bizim mülkiyyət hüquqlarımız pozulub. Biz cənab nazir qəbul eləsin. Bizi işimiz araşdırılmağını xahiş edirik. Bizim körpə uşaqlarımız çölə atılır. Əsassız səbəblərə, saxta sənədlər ucbatından biz yaşamağa, intihar etmək məcburiyyətində qalmışıq. Haqlarınız necə saxlanır? Əvvəldən danışın. Şikayətiniz Ata mülkümüz şikayətimiz ondan ibarətdir ki, ata mülkümüz bizim saxta yolla, vərəsəlik çağırılmadan satılmışdı. Hələ bu satılandan sonra azmış kimi atamızın vaxtında qoyduğu vəsiyyətnamədə qüvvədədir bugünkü gündə. Buna məhəl qoymadan notariusların özbaşınalığı nəticəsində bu günləri ailəmiz çox pis vəziyyətdə qalıb. 4 ailə yaşayırıq, 15 nəfərdən ibarətik, məktəblilərimiz var. Bizə qarşı gedən haqsızlıqlara qarşı biz çox pis vəziyyətə düşmüşük. Həyəcanlanmayın bu dəqiqə. Deməli, sizin atanız rəhmətli. Evi vərəsəlik verib kimə? Qardaşım Salmanov Rövşənə. Hal-hazırda qardaşım bu ədalətsizliyə və haqsızlığa dözməyərək reanimasiyada ölümlə. Evi kim satır? Necə olub ki, vəsiyyətnamə ola. Siz yəqin ki, icazə vermişsiniz də, sizdən imzalayın. Xeyr, bizi vərəsəlik hüququmuz tapdanıb, vərəsəlikdə iştirak etməmişik, evin alqı-satqısında iştirak etməmişik. Ondan başqa vəsiyyətnamə elektron sistemdə ola, notariuslar öz başına hərəkət, saxta rüşvət yolu ilə həmin o sənədləri görməməzliyə vurublar. Bu nəticəyə gətirib çıxardıblar. Atamız rəhmətli sizdən icazə alıb, hamımızdan. İmza alıb ki, etibarnamə alıb ki, evi keçirən qardaşımızın adına. Lakin başqa bir qardaşımız evi keçirib öz adına. Deməli, atamız rəhmətə getdi 2002-ci ildə. Atamız rəhmətə gedəndə biz həmin evdə bugünkü günə kimi həmin evdə yaşayırıq. Evin qapısı döyüləndə biz bilmişik ki, saxta yolla evi özgələşdiriblər. Qapı döyüləndən sonra biz notariusa gedib, bir qeyri-notariusa gedib ayırd elədik ki, orada olan vəziyyət belədir ki, orada bizə bildirdilər ki, vəsiyyətnamə ola necə satılıb. Necə satıla bilərdi axı bu məsələ? O məsələni xahiş edirik, cənab nazir bizi qəbul elə. Siz verdiniz, məhkəməyə vermişsiniz. Hansı qurumlara müraciət edən? Biz Azərbaycan Respublikası prokuroru cənab Kamran Əliyevə müraciət eləmişik. Bizim işimiz araşdırılır. Cinayət işi var. Bu araşdırılır. Biz dəfələrlə bu Ədliyyə Nazirliyinə gəlmişik. Məsul vəzifəli. Uşaqlar onsuz da çölə atılır bugün. Onsuz da çölə atılır bugün. Məhkəməyə müraciət eləmişik. Hal-hazırda bizim məhkəmədə epizodlarımız var, predmetlərimiz var. Hüquqlarımız tapdanıb. Ədalət tərəzisi, rüşvət ədalət tərəzisinin basır aşağı. Belə şey ola bilməz. Cənab nazir, biz prezidentimizə güvənirik, dövlətimizə güvənirik. Cənab nazir bizi qəbul elə. Saxta sənədləri ləğvini təmin eləyin. Cənab nazir, bizim hüquqlarımızı qoruyun. Cənab nazir, bizim uşaqlarımız çöldədir. İki məhkəmə sizi xeyrinizə qərar. Binəqədi rayon məhkəməsi uzun araşdırmadan sonra dindirildi, şahidlər çağırıldı, vərəsələr yoxlandı, vəsiyyətnamə yoxlandı. Ondan sonra Binəqədi rayonunun təcrübəli hakimi Sadət Səlimova ədalətli qərar çıxartdı. Qarşı tərəf apellyasiya məhkəməsinə verəndə isə orada da uzun araşdırmadan sonra İkram Şirinov kimi ədalətli, təcrübəli hakim ədalətlə bu işə qiymət verdi. Cənab nazir,
Amma sonradan gedən işlərin nəticəsində saxtakarlıq yapıldı. Notarius orqanlarının əllərini uzatdılar bu işə. Küllü miqdarda rüşvətlə bu işi bizi boğmağa çalışdılar. Bizim hüquqlarımızı tapdamağa çalışdılar cənab nazir. Bugün mən qardaşım ölümcül vəziyyətdə, adına vəsiyyətnamə olan qardaşım ölümcül reanimasiyada canla əlləşir. Cənab nazir, bizim bu körpələrimizə yazığınız gəlsin. Bizi qəbul edin. Biz esyana getməyəcəyik. Bizi cənab nazir şəxsən özü qəbul eləsin. Cənab nazir. Hanım, siz deyilin kızısınız. Salmanova sədaqət. Bizim haqqımızı tələb edirik. Bizim vəsiyyətnamə ola bizə bildirmədən 3 dənə notarius bizim saxtakarlıqdan ələ keçirtdilər. Bibi xanım fırıldaq yolu ilə evi alıb bizi atıblar çölə. Mənim ailəm, mənim bacım, qardaşım uşaqları, qardaşım bu dəqiqə xəstəxanada yatır. Bu vəziyyətlə o vəsiyyətnamə ola küçüyə atılanda infak keçirdi. Bu ikinci dəfədir. İndi reanimasiya şöbəsində hal-hazırdadır. Vəziyyəti ağırdır. Son kimdir hanım? Ki Həyəcandan mı? Bir baxam kimdir? Bibi xanım qardaşımın keçmiş arvadı. Bəs necə olub ki evi satıb? Saxta sənədlərlə bizim xəbərimiz olmadan, atamın vəsiyyətnaməsi təyin olunmadan evi satıb qaçıb. Azərbaycan Respublikası Ədliyyə Biz xahiş Nazirliyinin arxivində vəsiyyətnamə tam qüvvədədir. Dəyişilmədən, protokol tərtib Hal-hazırda biz edilmədən orada yaşayırıq. saxlanılmışdır. Bütün hardadır? 8-ci mikrorayon, Evi satıb. ev 2, mənzil 20-də yaşayırıq. Hal-hazırda bu ailə oradadır. Yaşayır, hal-hazırda da yaşayırlar. Evə baxma. Dəyərli izləyicilər, Ədliyyə Nazirinin əməkdaşları, vətəndaşları, sakinləri evinə dəvət edir. Nazir Tamam. qəbul Cənab eləsin bizi. nazir bizi qəbul edin. Fuad, Cənab nazir bizi bizi qəbul qəbul edin. edin. Bu ailənin Haksızlığın da Bu ailənin- bu bu küçəyə ailənin götürürsən bir de çıkın. hara belə gedəcək? şey olmaz. Cənab prezident. Belə haksızlık Bizim olmaz. ailəyə bir Biz yardımcı sənə olun. qatarız. Niye Cənab gözlüyorsun? nazir. Hakkımızı talep ediyoruz. Cənab Fəridə, Hak Cənab adalet Fəridə değil. İmədov. Bizim hüquqlarımızı koruyun. Cənab prezident. Xahiş Gələcək edirik. nəsillər Meydan xanım, atılır. prezident Bunlara ilham hamısına ediyor. bir Bizi qiymət verin. qəbul edin. Siyastkar Bizim cəzalansın. sənədlərə qəbul edin. Nazir qəbul eləsin. Buyur. Nazir. Nazir bizi qəbul eləsin. Hal-hazırda əməkdaşlar qəbul şöbəsinə aparırlar. Rüşvətxorluq, bizim mülkiyyət hüquqlarımız bu günləri biz Türkiyyə 15 baş. Gözləyək görək qəbul şöbəsindən nə nəticə verəcəklər. Təşəkkür edirəm izlədiyiniz üçün.